Salam hər kəsə, hər birinizi xoş gördük. Mən FES Akademinin kurikulum təlimçisi Hikmət Mürsalov. Hər həftə olduğu kimi, yəni söz verdiyimiz üzrə həftənin 5-ci günləri sizlərlə ödənişsiz sınağımız paylaşılır və bu həftədə sınağımız artıq paylaşılıb. Mən də həmin sınağın suallarına izah verəcəm. Əgər bu sınaqların davamı olmasını istəyirsinizsə, mütləq kanalıma abunə olun, videomuzu bəyənin və paylaşın. Başlayırıq birinci sualımızdan. Müəllim şagirdlərə tapşırır ki, sağlam həyat tərzi mövzusunda kiçik layihə hazırlasınlar. Şagirdlər qruplara bölünərək sağlam qidalar, gündəlik rejim və fiziki hərəkətlər haqqında sadə məlumatlar toplayır və bu məlumatları şəkillərlə ifadə edirlər. Daha sonra onlar gün ərzində fəaliyyətləri ardıcıllıqla düzür, vaxt bölgüsü aparırlar. Sonda isə əldə etdikləri bilikləri birləşdirərək rəngli poster və kiçik kitabça hazırlayıb sinifə təqdim edirlər. Bu fəaliyyətə uyğun inteqrasiyanın növünü müəyyənləşdirməliyik. Təbii ki, bu tip suallarda əvvəlcə biz baxırıq ki, fənüstü inteqrasiya var yoxsa yox. Və fənüstü inteqrasiyada bilirsiniz ki, çətin bir layihə üzrə iş verilir, yəni real həyati bir məsələni özündə daşıyır və şagirdlər burada sonda sıfırdan bir belə deyək də yaradıcılıq işi ortaya qoyurlar, yeni bir məhsul ortaya qoyurlar. Amma görürük ki, burada sadəcə bildiklərini ümumiləşdiriblər, poster və kitabça hazırlayıblar. Yəni burada sırf layihə kimi təqdim olunsaydı və yeni bir məhsul ortaya çıxsaydı, biz fənüstü inteqrasiya götürə bilərdik. Amma görürük ki, fənlər arası inteqrasiya var. Çünki bu məsələdə bir çox mövzulara toxunulub və bu da digər fənləri əhatə edir. Fikir verin ki, məsələn, sağlam qidalar insan sağlamlığından söhbət gedir, fiziki hərəkətlərdən söhbət gedir, vaxt bölgüsü hesablamaqdan söhbət gedir. Ona görə burada fənlər arası inteqrasiya var. Cavabımız olur yalnız fənlər arası inteqrasiya. Keçirik növbəti sualımıza. Müəllim dərs zamanı şagirdlərin fəaliyyətini izləmək üçün qrupla işdən istifadə edir. Lakin şagirdlərdən biri bu cür düşünür ki, əsas qiymət ilin sonunda keçirilən yekun yoxlamaya əsasən verilir. Bu səbəbdən gündəlik fəaliyyətlərdə iştirak etməyin xüsusi əhəmiyyəti yoxdur. Müəllimin hansı addımı şagirdin bu düşüncəsini daha düzgün istiqamətə yönəldə bilər? Müəllim şagirdə formativ qiymətləndirmənin öyrənməni inkişaf etdirmək üçün vacib olduğunu izah etməli, onun gələcək nəticələrinə müsbət təsirini göstərməlidir. Bəli, elə cavabımız bu olacaq. Çünki qiymətləndirmədə formativin əsas rolu bundan ibarətdir ki, şagirdi həmin o yekun nailiyyətə hazırlayır. Yekun nəticələri göstərmək üçün şagirdi inkişaf etdirir. Və burada şagird düşünür ki, onsuz da əsas summativdir, oradan bir bal almalıyam və formativin o qədər də mənası yoxdur. Yəni biz bu şagirdi cəzalandırmaq, ona əsəbləşmək əvəzinə bunu hər hansısa bir pedaqoji üsulla həll etməliyik və bu da əlbəttə ki, ancaq formativin xeyrinə, əhəmiyyətini şagirdə izah etmək ola bilər ki, o artıq bundan nəticə çıxarır ki, əslində formativ çox vacib imiş, hətta summativdən də vacibdir ki, səni summativə qədər bu hazırlayır. Sənin yekunda göstərdiyin nəticə bugünkü fəaliyyətlərindən asılıdır. Bax, ona görə A bəndimiz yəqin ki, ən düz cavabdır. Hər ehtimal digərlərinə baxırıq. Müəllim şagirdə bildirməlidir ki, gündəlik tapşırıqlarda iştirak etməzsə, yekun qiymətləndirməyə buraxılmayacaq. Bax, görürsünüz, burada bu pedaqoji üsul deyil, sadəcə şagirdi qorxudur və ona belə də cəza kimi bunu vurğulayır ki, əgər iştirak eləməsən belə də olacaq. Amma əhəmiyyət izah olunmuyor. Müəllim şagirdin fikri ilə razılaşaraq yalnız yekun nəticəyə diqqət yetirməyi tövsiyə etməlidir. Bu ümumiyyətlə səhvdir. Şagirdin belə bir fikri ilə razılaşmaq olmaz. Yəni şagird yönlü o olar ki, biz şagirdin o səhv düşüncəsini ona izah eləməklə fikrini dəyişə bilək. Yoxsa şagird yönlü şagirdin hər dediyi bir şeyi də etmək deyil təbii ki. Müəllim bir müddət gündəlik qiymətləndirməni dayandıraraq yalnız yekun yoxlamaya üstünlük verməlidir. Səhvdir. Əsas olanımız bax bugünkü qiymətləndirmə üçün etdiyimiz fəaliyyətlərdir. Müəllim şagirdin fikrini nəzərə almadan dərsi əvvəlki qaydada davam etdirməlidir və şagird də bu düşüncədə qalmalıdır. Təbii ki, səhvdir. Yəni çalışın ki, variantlar hər nə qədər bir-birinə oxşasa da, yəni bir empatiya yaradın. Görün ki, hamısı mənfi nəticə verir də. Bizə də lazımdır ki, düzgün istiqamət versin. Bax, sual bizdən bunu istəyirdi. Ona görə cavabımız olur A variantı. Gəlirik üçüncü suala.
Şagirdlərə real həyatdan götürülmüş mürəkkəb bir problem situasiyası təqdim olunur. Şəhərdə nəqliyyat sıxlığının artması. Mövzumuz budur. Onlardan tələb olunur ki, problemin yaranmasına təsir edən müxtəlif amilləri müəyyənləşdirsinlər, bu amillər arasındakı əlaqələri quraraq əsas səbəbləri üzə çıxarsınlar. Bəli, taksonomiyada bu sualın cavabını düz tapmaq üçün ümumiyyətlə mən həmişə söyləyirəm ki, nəyinsə, nəyəsə olan təsiri bizim fikrimiz, bizim düşüncəmiz deyil. Yəni siz bunların arasındakı təsiri araşdırmalısınız, müqayisə etməlisiniz, müəyyənləşdirməlisiniz və burada çox səbəb ola bilər. Onlarla səbəb ola bilər. Siz sırf əsas səbəbləri axtarırsınızsa, deməli siz bu mövzunu, bu məsələni təhlil etməlisiniz. Analiz etməlisiniz ki, buradan bir nəticə çıxarasınız. Ona görə idrak taksonomiyasının təhlil etmək mərhələsi olur. Çoxluğun arasından bir şeyi seçib axtarmaq deməkdir. Cavabımız olur C variantı. Dördüncü sual. Hansı mühakimə inklüziv mit formalaşdırmır? Hər bir insan təbii və bərabər dəyərlərə malikdir. İnsanlara verilən dəyər onların sağlamlıq vəziyyəti və hər hansısa bir genetik və ya başqa bir xüsusiyyətlərlə əlaqəli deyil. Bu tamamilə doğrudur. İnklüziv təlimdə biz bunu öyrənmişik. Hər bir şagirdin aid olmaq hissini yaşamaq haqqı var. Hər bir şagird dəyərlidir və insanların dəyərləri onların nailiyyətlərindən asılı deyil. Yəni ona qalsa onda zəif oxuyan, yüksək nailiyyəti olmayan şagirdlər dəyərsizmi görünməlidir? Yəni bu səhv düşüncə olar. Hər bir şagirdimiz bizim üçün dəyərlidir, sağlamlıq vəziyyətindən və yaxud genetik faktorlardan asılı olmayaraq. Qabiliyyətindən, istedadından və təlim nailiyyətindən asılı olmayaraq hər bir şagirdlər bizlər üçün dəyərli olmalıdır. Bax, elə indicə bunu izah etməyə çalışırdıq. Bütün şagirdlərin unikallığını nəzərə alaraq onların öyrənmə üslublarına və nailiyyətlərinə cəmiyyət tərəfindən bərabər şəkildə hörmət edilməlidir. Bəli, fərqlilik normaldır, təbii bir şeydir. Yəni bunu sadəcə qəbul etmək lazımdır və bu fərqliliyi nəzərə almaq lazımdır. Yəni fərqliliyə görə kimsə cəmiyyətdən kənarlaşdırılırsa, bu doğru bir şey deyil. Yəni biz çalışmalıyıq ki, bu fərqliliyi nəzərə alaq. Çünki onsuz da sinifimizdə və yaxud məktəbdə təhsil alan hər bir şagirdin bütün xüsusiyyətləri eyni ola bilməz. Bax, differensial təlim də bunun üçündür ki, biz şagirdlərə uyğun tapşırıq seçirik. İnklüziv məktəb budur ki, hər bir kəsin mütləq aid olma hissini yaşamalıdır, hər bir kəsə hörmət olunmalıdır. Yəni burada şagirdlər sağlamlıq vəziyyətinə görə və yaxud digər səbəblərə görə qruplaşdırılmamalıdır. Bəli, hər bir şagirdlərin fərdi tələbləri və ehtiyacları nəzərə alınmaqla öz qabiliyyətlərini həyatda reallaşdırmağa imkan yaradılmalıdır. Bu da doğru. Danışdıqlarımız hamısı inklüziv təlimə aid oldu. Amma qaldı Y bəndi. İnklüziv siniflərdə müəllimlər müxtəlif tədris üslublarına və templərə malik olurlar. Elə buna görə də dərslərin eyni müəllimlər tərəfindən və eyni üsullarla tədris olunması bütün şagirdlərin məzmunu mənimsəməsinə şərait yaradır. Səhv olan budur, çünki biz bayaqdan fərqlilikdən danışırıq, indi də deyirik ki, eyni üsullarla dərs keçmək. Əgər biz eyni üsullarla dərs keçəriksə, bu qədər təlim modeli, bu qədər təlim strategiyası, təlim forması keçməzdi. Yəni, bunların sayının çox olması şagird müxtəlifliyindən irəli gəlir və eyni üsulla dərs keçmək təbii ki, hər kəsə uyğun deyil və inklüzivliyi pozur. Dördüncü sualımızın cavabı olur Y variantı. Beşinci sual baxırıq. Verilmiş fikirlərdən hansı fasilitator müəllimin funksiyasına aid deyil? Müəllim şagirdlərin mövzu ilə bağlı məqsədlərini və maraqlarını müəyyən etmək üçün onların fəaliyyətlərini müşahidə edərək, sorğular keçirərək məqsədləri müəyyən edə bilər. Bu düppədüzdür müəllimlər, çünki fasilitatorluqda biz bundan danışmışıq. Ümumiyyətlə, yaxşı fasilitator olmaq üçün bizim müşahidə bacarığımız olmalıdır və biz şagirdlərin məqsədləri ilə, maraqları ilə tanış olmalıydıq. Hətta esselər yazdırmaq olar, sorğular keçirmək olar, fərdi söhbətlər aparmaq olar. A bəndi doğrudur. Müəllim şagirdlərin diqqətini daha da cəlb etmək üçün illik və ya gündəlik proqramında hər bir dərs üçün reallaşdırmalı olan standartları və materialları əvvəlcədən müəyyənləşdirməli və şagirdləri tanış etməlidir. Bu da doğrudur müəllimlər. Yəni biz şagirdləri ümumiyyətlə fasilitator şagirdləri dərsə yaxşı cəlb etməlidir, maraqla cəlb etməlidir.
Hətta biz motivasiyanın üsullarında da bundan danışdıq ki, belə bir üsul var ki, siz dərsin məqsədini şagirdlərə elan edərsinizsə, həm də motivasiya qurmuş olursunuz. Çünki şagirdlər artıq burada cəlb olunurlar ki, biz bu gün nə öyrənməyə yığışmışıq, hansı bilikləri, hansı bacarıqları və bunlar bizə harda lazım ola bilər. Bax görürsüz, yəni şagirdi görəcəyi işlə bu cür tanış eləmək hər şeyi şagirdin gözündə aydınlaşdırır. Bu da müəllimin fasilitator bacarığıdır. C bəndi sinif müzakirələri zamanı müəllim fasilitator rolunda çıxış edərək müzakirəni stimullaşdıran, onları düşünməyə sövq edən, köməkçi sualları dərhal verən və ünsiyyəti təşviq edən tərəf olmalıdır. C bəndi də gözünüzə hər nə qədər doğru görünsə də müəllim burada bir səhvə yol verib deyə C bəndini biz səhv götürməyə məcburuq. Çünki biz pedaqoji qaydalara görə bunu öyrənmişik ki, şagirdlə sual-cavab apardıqda və yaxud müzakirədə biz şagirdə bir sual veririksə, mütləq gözləmə, düşünmə vaxtı verməliyik. Və bu vaxt tamam olandan sonra şagird sualı cavablaya bilmirsə, sən ona istiqamət verməlisən, yönəldici suallar verməlisən. Amma müəllim burada neyniyib? Sualları verən kimi köməkçi sualları dərhal verir. Və bu şagirdə düşünmək üçün vaxtın qalmamasına səbəb olur. Yəni yönəldici suallar dərhal vermək üçün deyil. Siz şagirdə birincisi düşünmə vaxtı verirsiniz. Cavab ala bilmədikdə onda yönəldici, köməkçi suallar verirsiniz. Yəni dərhal sözü burada bütün qaydanı pozur. Deməli, müəllim təlim nəticələrini əvvəlcədən şagirdlərə elan etmək üçün dərs və ya bölmə boyu əldə ediləcək məqsədləri lövhədə yazıla bilər. Bu da doğrudur. Yəni, az öncə də dedik, dərsin təlim nəticəsinin, dərsin məqsədinin elan olunması şagirdlər üçün bir motivasiyadır. Yəni, bu şagirdlərə ötürülməlidir və fasilitatorluq üçün doğru bir şeydir. Müəllim təlimin təşkili zamanı şagirdlərin istəklərini nəzərə almalı, onların fəaliyyətini fərdi və ya qrup formasında, şifahi ya da yazılı formada istədiklərindən xəbərdar olmalı, buna əsasən də planında dəyişikliklər aparmalıdır. Bəli, bax bu da ümumiyyətlə fasilitatorluqda əsas qaydalardan biridir. Yəni biz şagirdlərin ehtiyaclarını, maraqlarını nəzərə almalıyıq. Hər kəsə eyni cür tapşırıq verilə bilməz. Şagirdə fərdi uyğundur, yoxsa qrupla uyğundur? Şifahi daha maraqlıdır, yoxsa yazılı daha maraqlıdır? Təbii ki, biz bu fikirlərlə məşğul oluruq və C bəndi tək olan səhv cavabımız idi. Gəldik 6-cı suala. Müəllim dərsi izah edərkən bəzi şagirdlərin dərsi diqqətlə dinləmədiyini müşahidə edir və bunun digər şagirdlərin də diqqətini yayındırdığını görür. O səsini qaldıraraq həmin şagirdlərin adlarını uca səslə çağıraraq diqqətli olmalarını tələb edir. Lakin müəllimin bu addımı sinifin vəziyyətini düzəltməyə şərait yaratmır. Verilmiş situasiyada müəllimin yanaşması ilə uyğun gəlməyən variantı, yəni zidd olan variantı axtarırsınız. Müəllimlər, biz də gördük ki, situasiyamızda müəllim səhv seçim edib də. Yəni müəllim anında səsimizi yüksəltmək, şagirdi cəzalandırma, bu doğru nəticə vermir. Əgər belə olsaydı, yenə deyirəm, bu qədər pedaqoji yanaşma, bu qədər fasilitatorluq, bu qədər üsullar keçilməzdi. Elə əgər cəza vermək hər şeyin həlli idisə, bizim üçün də rahat olardı. Heç bu qədər situasiya suallarına da baxmazdı. Yəni, siz təkcə bunu düşünsəz, bir çox cavabı buradan çıxdaş eləyə bilərsiniz. Məsələn, A bəndi. Dərsi diqqətlə dinləməyən şagirdləri sinifin qarşısında ciddi tənbih etməlidir. Görürsünüz, situasiyamız da onsuz da mənfidir. Uyğun gəlməyəni istəyirsə biz müsbəti axtarırıq. Amma A bəndi özü də mənfidir. Çünki sən həmin şagirdi ciddi tənbih edirsənsə, yəni deyirəm, artıq o biri şagirdlərin də diqqətini dağıdırsan bu şagirdin də. Bizə nə lazımdır? Diqqət dağınıqlığı var. Və biz bunu aradan qaldırmaq üçün maraqlı üsullar öyrənmişik sizlə. A bəndi bu üsullardan biri deyil. Problemi aradan qaldırmaq üçün reaktiv yanaşma nümayiş etdirərək bu halı düzəldə bilər. Əslində müəllimin səsini qaldırması bu reaktiv yanaşmadır. Yəni müəllim qabaqcadan planlı, qabaqcadan tədbirli olsaydı, bu cür anında reaksiya verməli olmazdı. Yəni proaktiv yanaşma lazımdır, reaktiv yanaşma deyil. Dərsə giriş etməzdən öncə sinifdə qoyulan gözlənti və qaydaları şagirdlərin diqqətinə uca səslə çatdırmaq. Bu nə qədər gözünüzə doğru görünsə də müəllimlər, hər dərs, yəni dərsə başlamazdan əvvəl qayda xatırlatmırıq da biz.
Yəni bunu hər dərs eləmək yorucu olar. Həm də söhbət burada nədən gedir? Dərs zamanı yaranan diqqət dağınıqlığı. Bunun xüsusi bir qaydası olmalıdır. Məsələn, D bəndinə baxın, müəllim hər bir şagirdin unikallığını nəzərə alıb, onların diqqətini cəlb edən fəaliyyətləri müəyyən etməli və fərdi fəaliyyətlər həyata keçirilməlidir. Baxın, burada demək istəyir ki, tapşırıq şagirdlərə uyğun olmayıb, ona görə belə səs-küy yaranır, ya da ki, diqqət dağınıqlığı yaranır. Təbii ki, doğru deyil. Çünki mən dərs izah edirəmsə, diqqət dağınıqlığını görəndə sən ona qısa bir tədbir görməlisən. Daha da çox diqqət dağılmasın deyə. Mən indi dərs izahını saxlayıb şagirdlərə fərdi fəaliyyətlər verə bilmərəm, axı özü də fərdi fəaliyyətlər. Bunun şagirdə xeyri nə olacaq? Qalır Y bəndi. Müəllim şagirdlərin diqqətini prosesə cəlb etmək üçün diqqəti müəllimə yönəldək prosedurunu şagirdlərə xatırlada bilər. Bəli, sinifin idarə olunması mövzusuna baxarsınız, orada müəllimlər nə zaman prosedurlardan istifadə edirlər? Bax, onun nümunələri var. Görürsünüz ki, diqqəti müəllimə yönəltmək deyə də bir prosedur var. Çünki diqqət dağınıqlığı normal bir şeydir. Yəni siz bunun qarşısını almaq üçün hər dəfə tənbih eləsəz, reaktiv yanaşsaz, nə bilim, xüsusi tapşırıqlar versəz, bu sizi də yoracaq, şagirdləri də. Amma qısa bir prosedur qoyanda bir neçə saniyəyə şagirdlər əllərində gördüyü işləri yarımçıq qoyurlar, diqqətlərini lövhəyə müəllimə verirlər. Yəni bir neçə saniyədə siz bu problemi həll edə bilirsinizsə Y variantı ilə, o biri cavabları götürməyimiz həqiqətən də səhv olar. Gəldik 7-ci sualımıza. Müəllim şagirdlərin əməkdaşlıq bacarıqlarını inkişaf etdirmək məqsədi ilə resurslardan səmərəli istifadə və gündəlik həyatımız mövzusunda sinifdə müzakirə təşkil edir. Lakin proses zamanı məlum olur ki, bəzi şagirdlər mövzu ilə bağlı ilkin biliklərə malik olmadıqları üçün müzakirədə iştirak edə bilmirlər. Bu isə digər şagirdlərin də fəallığına mənfi təsir göstərir və ümumi proses zəifləyir. Biz cavablara, yəni variantlara artıq baxmamış bilirik ki, müəllimin burada səhvi nədir. Təsəvvür edin ki, müzakirə yaradırsınız, amma şagirdlər mövzu haqqında heç nə bilmirlər. Bəs nəyi necə müzakirə eləyək indi? Yəni müəllim qabaqcadan bilməlidir də, şagirdlər hansı biliklərə sahibdir, hansı biliklərə sahib deyil. Yəni görürsüz, burada diferensiallıq da pozulur, bərabərlik pozulur, inklüziv mühit pozulur. Yəni biz elə eləməliydik ki, seçilən müzakirə hər kəsə uyğun olsun, düzdürmü? Və bunun üçün də biz demişik ki, diferensial təlimi reallaşdırırsınızsa, diqqət etməli olduğunuz məqamlardan biri şagirdin mövcud hazırlıq səviyyəsidir. Yəni sən şagirdin nə bilib bilmədiyini qabaqcadan diaqnostika eləməlisən ki, və bu zaman problem yaşamayasan. İndi gəlin biz tapaq görək ki, müəllim neynəsə bu səhvi düzəldə bilər. Daha doğrusu səhvi düzəltmək yox, əsas səhvin özünü axtarır elə. A bəndi deyir ki, müəllim müzakirəyə başlamazdan əvvəl şagirdləri sinif qaydaları və prosedurlarla tanış etməli idi. Müəllimlər, bu biraz düzgünə oxşaya bilir. Məsələn, sinifin idarə olunması mövzusunda biz deyirik ki, müzakirədən qabaq qaydaları xatırladırsınız. Bu müzakirə zamanı səs-küyün yaranmasına, yəni qaydaların pozulmasına kömək edir də. Yəni bunun qarşısını alar, buna mane olar. Amma bizim problemimiz bu deyil ki, burada səs-küy, qayda pozuntusu yaranmıyor. Sadəcə şagirdlər bilmirlər deyə iştirak edə bilməyiblər. Ona görə A bəndi məntiqli deyil, amma B bəndi doğrudur. Müəllim şagirdlərin mövzu üzrə əvvəlki bilik səviyyəsini nəzərə almalı və buna uyğun hazırlıq işi aparmalıdır. Yəni müzakirə seçirsənsə, baxmalısan ki, bu şagirdlərimizə uyğundurmu? Axı uyğun olmuyor. Bax, buraxılan səhv budur. C bəndi isə deyir ki, eyni mövzu əvəzinə fərqli mövzular təqdim etməli idi. Bunun da xeyri yoxdur. Birincisi, mövzu eyni olmalıdır ki, burada müzakirə geçsin də. Sadəcə müzakirə mövzusunu müəllim seçdiyinə görə heç olmasa müzakirə obyektini şagirdlərə saxlamalıdır ki, burada nəyi müzakirə eləyək? D bəndi, müəllim əvvəlcədən qiymətləndirmə meyarlarını təqdim etməli idi. Bilirsiniz, meyar da burada bəs eləmir. Çünki meyar normalda bir tapşırıq zamanı verilir ki, şagird nəyi necə eləsin, ona bir istiqamət ötürmək üçündür. Y bəndi, müəllim yalnız fərdi iş formasına üstünlük verməli idi. Müzakirə üçün fərdi iş heç uyğun gəlmir. Və gördüyünüz kimi, problem nədirsə, cavabda da onu tapırsan. Variantlar bu zaman sizi heç vaxt çaşdırmayacaq. Problem odur ki, şagirdin mövzunu bilməyib qalıb kənarda. Deməli, B bəndi
mövzunu qabaqcadan nəzərə almalıydın ki, şagirdlər bilirlər yoxsa yox. 8-ci sual. Aşağıda verilmiş fikirlərdən hansı şagirdin metakognitiv bacarıqlarının inkişafına təkan verə bilməz? Səhv olanı axtarırıq. Şagird imtahandan zəif nəticə əldə etməsinin səbəbini imtahana yaxşı hazırlaşmadığında görərək nəticəni mühakimə edir. Bu doğrudur, yəni metakognitivdir, çünki öz gördüyü işi mühakimə edir də və səhvini də tapır ki, mən yaxşı hazırlaşmamışdım. Deməli, gələn dəfə bunu düzəldə biləcək. A bəndi doğrudur. Şagird qrup işi zamanı emosiyalarına hakim olaraq yoldaşlarının fəaliyyətini düzgün qiymətləndirir. Normalda digər yoldaşlara qiymət vermək metakognitiv bacarıq hesab olunmur. Bu sosial bacarıqdır da, metakognitiv deyil. Amma burada şagird öz emosiyalarına hakim olur. Bax, bu məqama görə bunu özünü tənzimləmə kimi götürə bilərik. Özünü tənzimləyə bilir də, emosiyalarını idarə edə bilir. Bu metakognitivdir. Şagird lüğətlərdən istifadə edərək yazı və nitq bacarıqlarını təkmilləşdirməyə çalışır. Bəli, görür ki, ehtiyac var buna, gedir əlavə tapşırıq işləyir. Metakognitivdir. Şagird növbəti tədris ili üçün hədəflərini müəyyən edir və hazırki mövcud olan vəziyyətini üzə çıxarır. Yəni, məqsəd qoyur, məqsədinə çatmaq üçün hazırlaşır, plan cızır. Bu da metakognitivdir. Amma Y bəndi şagird növbəti bilik yarışmasına qatılmaq üçün bilmədiyi məqamları müəyyənləşdirərək zəif tərəflərini düzəltmək üçün müəllimdən yardım istəyir. Deməli, mən müəllimdən istəyirəmsə bunu, mənim öz hədəfimə çatmaq üçün plan qura bilməməyim var, strategiya seçə bilməməyim var. Bəs bu necə metakognitiv ola bilər? Ona görə cavabımız olur Y variantı, yəni metakognitiv bacarıq özümüzə aid olan bir şeydir. Müəllimdən kömək alaraq bunu edə bilmirsən. Sən özün özünə uyğun olanı tapmalısan. 9-cu sual. Hansı rəy effektivdir? Ümumiyyətlə, bu tipli sualları işləyəndə siz rəydə birinci bunu axtarmalısınız. Şagirdə istiqamət verilib, yoxsa verilməyib. Sonra da digər qaydalar gəlir ki, rəy keçmişə yönəlikdirmi, gələcəyə yönəlikdirmi, onun hisslərinə, emosiyalarına mı toxunub, yoxsa gördüyü işə mi verilib. A bəndi, son mövzularla bağlı tapşırıqları yaxşı yerinə yetirmisən. Gördünüz, özünü tərifləmədim ki, gördüyü işə dedim də bunu. Düzgün tərifləmədi. Amma keçən dəfə öyrəndiyim mövzularla bağlı tapşırıqlarda bir neçə səhvə yol vermisən. Mövzuları yaxşı öyrənsəydin, summativdə qaydaları tətbiq etməkdə çətinlik çəkməzdin. Amma bu hissədə problem var, çünki öyrənsəydin, çətinlik çəkməzdin. Bu keçmişə yönəlik rəydir. Şagirdə heç bir istiqamət verilməyib. Əksinə onu gələcəkdənsə keçmişə yönləndirib ki, sən deməli bunu öyrənə bilməyəcəksən. Görürsünüz, səhvdir. Buna effektiv rəy deyə bilmərik. Sual-cavab zamanı bütün sualları düzgün cavablandırsanda tapşırıqları yazan zaman bunun əksini göstərsən. Demək olar ki, bir-iki suala düzgün cavab verə bilmirsən. Görürsünüz, axı mənə istiqamət vermir, mən bunu necə düzəldim? Ona görə bu da effektiv deyil. Tənliklərin həllində irəliləyiş əldə etmisən. Lakin səhvlərdən qaçmaq üçün əməliyyatların ardıcıllığını yadda saxla. Daha çox tapşırıq üzərində işləməklə bu bacarığı vərdişə çevirə bilərsən. Bu effektiv rəydir, çünki mənim ona konkret bir istiqamətim var. Yəni, əməliyyatların ardıcıllığına fikir versən, artıq səhv etməyəcəksən. İstiqamət varsa, S bəndini doğru götürürük. Amma mən də bir dənə burada şəxsi fikrimi bildirim ki, səhvlərdən qaçmaq bu hissəni daha yaxşı ifadə etsəydi, daha yaxşı olardı. Çünki səhvlərdən qaçmaq da şagirdi çox inkişaf elətdirən bir şey deyil. Yəni bu hissəyə biraz düzəliş lazımdır. Şagird səhvdən qorxmamalıdır. Sadəcə səhv etməmək üçün. Bax, belə deyə bilərdim. Bəli, müəyyən edilmiş təlimatlar daxilində irəliləməyin müsbət haldır. Faktlar əsasında yürütməyə çalışsan da, müəyyən çətinliklər çəkirsən. Bu bacarığını lazımi səviyyəyə də inkişaf etdirməyinə ehtiyac var. Baxın, bu effektiv rəy ola bilməz. Çünki çətinliyi düzəltmək üçün istiqamət verilməyib. Bir də lazımi səviyyə hansı səviyyədir, mən neynəməliyəm, bu anlaşıqlı deyil. Çox ümumi danışılıb. Ona görə bunu da götürə bilmirik. Məqalədə müxtəlif mənbələrdən məlumat əldə etmisən, ancaq onları müəyyən edilmiş meyarlara cavab vermir. Daha diqqətlə yanaşsaydın, bu problemlə qarşılaşmazdın. Görürsünüz, yenə keçmişə yönəltmə var ki, diqqətlə baxsaydın, belə olmayacaqdı.
bu rəy də məni keçmişə aparır. Yəni bunun şagirdə heç bir xeyri yoxdur. Bəlkə də müəllim düz deyir, yəni diqqətlə baxsaydı belə olmazdı. Amma artıq olub da, yəni biz bunu keçmişə yönəltməklə şagirdə daha da mane oluruq. Biz gələcəyə yönəltməliyik ki, bu səhvi necə düzəltmək olar. Və sonuncu sualımıza gəldik. Sinifdə layihə işi zamanı şagirdlərə məhdud resurslar təqdim olunur və onlardan bu resursları bölüşərək ortaq nəticə əldə etmələri tələb olunur. Qrup daxilində bəzi şagirdlər resursları yalnız öz işləri üçün istifadə etməyə çalışır, digərləri isə tərəddüd edir. Şagirdlərdən də biri belə düşünür ki, əgər mən resursları yalnız özüm üçün saxlasam, indi daha çox fayda əldə edərəm. Amma paylaşsam, gələcəkdə başqaları da mənimlə əməkdaşlıq edər və mən də fayda qazana bilərəm. Şagirdin bu düşüncəsi Kolbergin mənəvi inkişaf nəzəriyyəsinə görə hansı mərhələyə aiddir? Baxın, əgər burada tapdıqlarını şagirdlərin digər yoldaşlarla da paylaşsaydı, onlara da kömək etsəydi, o etik prinsiplər olacaqdı. Yəni yaxşılıq edir, qarşılıq gözləmədən, xüsusi bir şey axtarmadan bunun arxasında. Amma burada nə düşünür? Deyir ki, qoyun mən kömək edeyim ki, mənə də lazım olanda onlardan ala bilim. Görürsünüz, bu şəxsi maraqdır, bu şəxsi mənfəətdir və ikinci mərhələ olan individualizm mərhələsidir Kolbergə görə. Sualımızın cavabı olur B variantı. Bu qədər. Dediyim kimi, əgər bu tipli izahların, maraqlı sualların davam etməsini istəyirsinizsə, mütləq kanalıma abunə olun və videomuzu bəyənin, paylaşın, rəy yazmağı da unutmayın. Növbəti izahlarda görüşərik.